Gözəl işlərdə düşünmək problemdir. Çünki sən düşünəndə səndə qorxu yaranır. Sən düşünəndə əlin qolun o işdən soyuyur. İşin sonu barəsində o qədər fikirlər gəlir sənin beyninə. Sən sonra deyirsən ki, yox, bu iş alınmasın, sabah eləyərəm. Ona görə o işləri çox düşünmə. İş gözəl işdir, lazımlıdır, bəli lazımdır. Bunu et. Mən buna disiplin deyirəm. Mən buna nizam-intizam deyirəm və mən buna vərdiş deyirəm. Həyatın vərdiş halına çevrilir. Orada çıxış eləməlisən, bura getməlisən, bu işi görməlisən. Bu robot kimi yaşamaq xeyr, robot kimi yaşamaq deyil. Mən burada çıxış eləyəndə həvəslə eləyirəm, sevərək eləyirəm. Ola bilsin ki, səhər tezdən durub bura gəlmək mənim üçün çətin olsun. Mən onu disiplin əsasında edim, ancaq sizi görəndən sonra enerji yaranır. Mən bu məsələyə bu cür baxıram. Motivasiya və həvəs işdən sonra yaranır. İşdən əvvəl çox nadir hallarda olur. Amma mən sizə danışdım, bu sizdə bir həvəs yaratdı da, düzdür? Gedib kitab oxuya biləcəksiniz, özünüzü dəyişmək üçün bir addımlar atacaqsınız. Bu sizdə motivasiya yaratdı. Ancaq bu motivasiya, bu həvəsdən əvvəl siz bura həvəssiz halda gəldiniz. Sadəcə olaraq heç bir həvəs olmadan addım atdınız, ondan sonra həvəs yarandı.